kimsə darvazasına qol qoyduracaqsa avtomatik qoldur. Yəni sonradan darvaza yığılandan sonra mütləq ki bunu bu şvelerdən qoydursun. Çünki o avtomatik qolun özündə indi əksəriyyəti ustalar qoyur, kimsə də qoymur. Çünki bəzi yerdə görmüşəm ki, darvazada belə şey yoxdur. O yəni şvelerdir bu. Avtomatik darvazaların özünün palasası olur dəmiri, amma hardasa bax bu boyda olur. Bax bu boyda olur. Hardasa bax belə. 4 cm falan da enində. O, elə ki bu balaca yerə naqruska salır. Hər o avtomatik qol bunu dartanda istər-istəməz listi də dartır. Yəni güc balaca nöqtəyə düşdüyünə görə listi, profili tərpədir. Sonra da arxasından. İndi burada heç də burada kvadrat falan vurulur. Oradan olmasa da bax buradan hamısı şpaklovka olur. Bunlar amortizasiya verdikcə oradan başlayır çartlamağa eləməyə. İndi hardasa çartlayacaq. Bax elə buradan da kvadrat vurulur bu calağa. Calağa kvadrat vurulur, onun böyləki başlayır çartlamağa. Amma bu olanda zadım. Bu olanda buradan da şovluyursan, həmin o palasan vurursan bunun üstünə, qol bunu dartır. Buradan da onun gücü yayılır. Yəni belə deyim də, böyük maştab ətər deyirlər onu. Yəni güc bir nöqtəyə düşmür də, yayılır. Biraz buradan, biraz oradan dartır. Onda şpaklovka çartlamır. Həm də darvaza əyilməyə falan ehtimalı yoxdur. İndi bir də nəyə çatdırım? Bu özümüz eləmişik belə əyri. Birdən hardasa yığdırarsınız, ustaya dirənərsiniz ki, niyə bu əyridir? Bu düz də olsa olar. Sadəcə bəzək kimi. Yəni bəzək üçün eləmişəm. Belə görsənsin deyə. Belə.